Regionun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edən bu görüş təkcə Azərbaycanda və Ermənistanda deyil, bütün dünyada, eləcə də Qərbdə böyük maraqla gözlənilirdi. Görünən budur ki, Avropa İttifaqı da Cənubi Qafqazda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasında maraqlıdır. Brüsseldə haqlı olaraq hesab edirlər ki, Cənubi Qafqazda kommunikasiyaların mümkün qədər tez açılması region xalqlarına rifah gətirməklə bərabər Avropa qitəsinin enerji təhlükəsizliyinə də real töhfə verə bilər. Avropa Birliyi'nin təsir imkanları, yəni yumuşaq gücü, Avropa Birliyi öz qitəsində demək olar ki, etnik bütün konfliktləri, dövlətlər arası münasibətləri nizamlaya bilib və öz modelini də təklif edir. Hər bir halda biz görürük ki, Avropa Birliyi əsas vasitəçilik missiyasını demək olar ki, iflic bir vəziyyətə düşmüş Minsk qrupdan öz əllərinə alıb və mən inanmaq istəyərdim ki, onların vasitəçiliyi uğurlu olacaq. Prezident İlham Əliyev Brüsselə səfəri, Avropa İttifaqı Şurasının prezidenti Charles Michel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirilir. Dövlətimizin başçısının Azərbaycanın milli maraqlarının təmin olması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində postmüharibə dövründə yeni format, Brüssel sülh günləri yaranıb. Üç tərəfli əsasda 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Charles Michel tərəfindən verilmiş bəyanatda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlaması və bununla bağlı işçi qrupunun yaradılması qərarı alınıb. Məsələ ilə əlaqədar hər iki ölkənin xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və danışıqların bunun əsasında aparılması deməkdir. Dağlıq Qarabağ ifadəsinin və ya keçmişin qalığı olan Minsk qrupunun həmsədrlik institutuna istinadın olmadığı sənəddə diqqət çəkən əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Avropa Birliyi Minsk qrupundan fərqli olaraq özün bu konfliktdə bir tərəf tutan bir qurum kimi göstərməyib. Və bu baxımdan da etibarlığını saxlayıb həm Azərbaycan üçün, həm də Ermənistan üçün. Və Minsk qrupu demək olar ki, bütün bu proseslardan kənarda düşdüyünə görə Avropa Birliyi təşəbbüsü ələ alıb və görüşləri təşkil edib. Avropa İttifaqı Şurasının prezidenti Charles Michelin bəyanatında eyni zamanda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhəd delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək görməsi təsdiq olunur. Nəqliyyat kommunikasiya xətləri də təsdiq olunur. Dəmir və avtomobil yollarının çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması təsdiq olunur. Göründüyü kimi, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Brüsseldə yaxşı başa düşürlər ki, Cənubi Qafqazda sabitliyə nail olmağın yolu Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsindən başlayır. 40 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edən və öz mövqeyində bu reallığa əsaslanan Avropa İttifaqı problemin həllinə diqqət artırmaqla rəsmi Bakı və İrəvan arasında etimad mühitinin yaranmasına səy göstərir. Son 3 ayda keçirilən görüşlərin buna xidmət etdiyi də istisna olunmur. Delimitasiya və demarkasiya məsələsinin gündəmə bir daha gəlməsinin şahidi olduq ki, bilirsiniz ki, bu uzun müddət idi ki, Azərbaycan tərəfindən həm Brüssel, həm də ondan əvvəlki Rusiyanın müxtəlif şəhərlərində başlayan görüşlərdə əsas prioritet məqam kimi izah olunurdu. Aprelin sonunda əgər erməni tərəfindən birgə işçi qrupu yaradılmazsa, bu birbaşa olaraq Paşinyanın günahı kimi qiymətləndiriləcək. Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi göz önündədir. Bugün Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da yüksəlib. Avropa İttifaqı Şurasının prezidenti Charles Michel ilə Azərbaycan prezidenti İlham Əliyev arasında intensiv dialoq və təmaslardan əməkdaşlığın yüksələn xəttlə inkişafından xəbər verir. Bütün bu amillər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməlli addımlar atılması üçün mühüm şərtdir. Prezident İlham Əliyevin regional liderliyini qəbul edən Avropa İttifaqı dövlətimizin başçısı ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında mühüm amil kimi görür.
Hazırda Ermənistanda gedən müzakirələr də göstərir ki, Azərbaycan prezidentinin siyasi diplomatik səyləri böyük səmərə verir. Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmə cəhdləri iflasa uğrayır. Rövşən Sabiroğlu, Rauf Məmmədov, ASTV Xəbər.